Ne oldu? Bəs sevdim bir aya mağaza hazır olacaq. Köhnə evdən də çıxmışıq. Ora da qayıda bilməyəcək. Bir dəqiqə, indi hər şeyi izah edəcəm. Bəli, biz ilk seriyamızda demişdik ki, bir ay ərzində mağazamız fəaliyyətə başlayacaq, amma bu baş vermədi. Gəlin izah edeyim niyə. Deməli, günlərin bir günü həmişə kimi gəldim ofisə, telefonu kənara qoydum ki, özümə ləzzətli kofe hazırlayım və o anda WhatsApp qrupumuza belə bir mesaj gəldi. Müəllim, konteynerlər çatıb limana, amma limanı su basıb, vəziyyət yaxşı deyil. Düşündüm ki, hər bir işdə xeyir var, yaxşısı telefonu kənara qoyub, notebookda öz işlərimi görüm, amma sən demə, burada da WhatsApp açıq imiş və bu səfər başqa bir mesaj gəldi. Müəllim, tırlar sərədə çatıb, hər şey yaxşıdır. Bizim sıra nömrəmiz 986-dır. Bu an gözəl bir ifadə yadıma düşdü. Əgər hadisələrə təsir edə bilmirsənsə, münasibətini dəyiş. Mən də dəyişdim və getdim birbaşa showroomun özünə ki, baxım görüm işlər necə gedir. Bəli dostlar, bütün hadisələr bizə onu öyrətdi ki, hər bir A planımız üçün gərək B planımızda olsun, hətta C planımızda olsun. Bəyan etdiyimiz vaxtda mağazanı təhvil verə bilməsək də ən qısa zamanda mağazamız fəaliyyətə başlayır.